Salam dostlar, hər vaxtınız xeyir olsun. Düz icra hakimiyyətinin yanında. Bax görürsünüz, parkı da var burada. Uşaq üçün, əyləncə üçün də parkı da var. Bu binada gördüğünüz gibi qanuni 2 otaqlı kupçalı mənzilimiz satışa çıxarılıb. Keçək mənzilin daxil hissəsi ilə sizi tanış edeyim. Daxil olduq mənzilə. Hal-hazırda biz mənzilin qonaq otağındayıq. Çox geniş mənzildir. 90 kvadrat qanuni 2 otaq kupçalı. Mərkəzdə icra hakimiyyətindən yaxın. Buradan həm Masazır Kurğundan şəhərlərə getmək rahatdır. Burada soyuducusu, üzr istəyirəm, kondisioner burada var. Divan, kreslolar da mənzildə nə əşya görsəniz hamısı bilin ki mənzildə qalır. Əsas giriş qapısını çəkib sizə göstərirəm. Lifti var binanın. Əsas qaz, su, işıq daimidir. Bax, koridor hissəsinə baxın. Bax, bir xoş şkaf burada qoyulub. Geniş bir koridoru var. Bütün otaqların qapısı koridora açılır. Bax, gördüyünüz qaz, su, işıq dediyim kimi daimidir. Mənzildə öncədən yaşayış olub. Bax, keçək bu, gəl buradan başlayaq. Bax, ikinci bir yataq otağıdır. Göstərim sizə. Bax, yataq otağı. Qarşısında eyvanı var. Baxışı əsas yoladır və icra hakimiyyətinin düz qarşısından gələn yoldur. Görürsünüz, kombi burada qurulaşdırılıb. Həqiqətən geniş bir mənzildir. Bu mənzili alıb kirayədə rahatlıqla verə bilərsiniz, dəyərli dostlar. 91 kvadrat, mərtəbəsi 11 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Gəl bura. Bax, sanitar qovşaqlar. Burada da bu şkaf yığılıb, bax, ayrılıqda yerləşir. Bax, burada ikinci bir duş kabinasına kimi, dediyim kimi. Bu gəl əsas göstərək mənzilin mətbəxi. Baxın, buranın qonaq otağı kimi də istifadə edirlər. Yəni, qaz peçi. Burada gördüyünüz qab yuyan, paltar yuyan, soyucusuna kimi. Burada da kondisioner var. Baxışı hamısı bir tərəfədir. Hamısı əsas ana yola baxır. Dəyərli dostlar, 90 kvadratdır. Tam əşyalı 143.000 manata satışa çıxardıb mənzil əldə etmək istəyən müştərilərimiz bizimlə əlaqə saxlaya bilər. Həmçinin kanalımıza abunə olmağı unutmayın ki, belə bir mənzillərin çıxdıqca sizin də məlumatınız olsun. Sağ olun.